Deməli, uşaqlar, bugün keçirik İrəvan xanlığı, Naxçıvan xanlığı, bir də ki, Şamaxı xanlıqlarına. Birinci İrəvan xanlığı. İrəvan xanlığının əsası Əfşar tayfasının olan Mir Mehdi xan Əfşar olmuşdur. Ümumiyyətlə dedik ki, Əfşar tayfasının yaratdığı xanlıqlar İrəvan, Təbriz, Urmiya, Zəncan. Bu dördünü Əfşar tayfasından olan insanlar yaratmışdır. İrəvanda Mir Mehdi xan Əfşar yaratmışdır. İrəvan ərazisi Səfəvi dövründəki keçmiş Çukursad Bəylərbəyliyin ərazisində yerləşirdi. Ümumiyyətlə, Çukursad Bəylərbəyliyin ərazisində yaranan iki dənə xanlıq var idi. Naxçıvan, İrəvan xanlığı. İrəvan xanlığı, uşaqlar, yarandığı zamandan etibarən tez-tez Qarabağ xanlığının, Xoy xanlığının, Qatli-Qaxet çarlığının, yəni Gürcülərin hücumuna məruz qalmışdır. Demişdik ki, Pənahəli xan Bayat savaşından sonra özünə saldığı xanlıqlar var idi. İynə, Ərgil, onlardan İrəvan idi. Sonra Xoy xanlığında Nitik demişdik. Orada da İrəvan var idi, bir də Qatli-Qaxet çarlığına hücum etmişdi. İrəvan ümumiyyətlə yerləşmə baxımından biraz Naxçıvanla İrəvan ticarət yollarının üstündə yerləşdiyi üçün, həm də Azərbaycanla Gürcüstan arasında biraz Osmanlıya da yaxın olduğu üçün daim digər dövlətlərin hücumuna məruz qaldı. 1755-ci ildə Həsənəli xan Qacar tərəfindən İrəvanda saray çevrilişi olur və yerli Qacar sülaləsi İrəvanda hakimiyyətə gəlmiş olur. 55-59-cu illərdə Həsənəli xan Qacar idarə etmişdi dövləti. 59-cu ildən 83-cü ilə qədər isə Hüseynəli xan idarə etmişdi. Hüseynəli xanın dövründə 1765-1769-cu illərdə Gürcü Çarı II İraqli İrəvana hücum etmişdi və İrəvanı özündən asılı salaraq bac ödətməyə məcbur etmişdi. İrəvan xanlığı hər il Gürcü Çarına bac xərac ödəyirdi, yəni. Lakin Kərim xan Zənd İrəvan xanlığına icazə verilmir ki, Gürcüləri bac ödəsin və İrəvan xanlığını dəstəkləyir. Xəracı ödəmədiyinə görə Gürcü Çarı II İraqli 79-cu ildə yenidən İrəvana hücum edir. Lakin İrəvanı tam tabi edə bilmir və geri qayıdarkən Şorayeli qarət edir, Şoraya İrəvana aid olan ərazi. Və oradan 2500 ailəni əsir aparır Gürcü Çarı II İraqli. Uşaqlar, İrəvana aid deyirik ki, 1784-1805-ci illərdə Məhəmməd Hüseyin xan olmuş hakimiyyətdə. Məhəmməd Hüseyin xanın dövründə 1795-97-ci illər Azərbaycana Ağa Məhəmməd Şah Qacarın yürüşüdür və bu yürüş zamanı 95-ci ildə İrəvan Ağa Məhəmməd Şah Qacardan asılı hala düşmüşdür. İrəvan xanlığı bir də 1827-ci ildə Rusiya tərəfindən işğal edilmişdir, 28-ci ildə isə ləğv edilmişdir. Keçəcəyimiz Rusiyanın işğal edə bilmədiyi xanlıqlardan biri, iki dənə xanlıq var idi, Naxçıvan, İrəvan. Biri də yəni İrəvan xanlığı idi. Ta 1827-ci ilə qədər Rusiyaya tabi olmamışdır. 27-ci ildə işğal edilmişdir. İkinci xanlığımız Naxçıvan xanlığıdır. Naxçıvan da keçmiş Çukursad Bəylərbəyliyin ərazisində yaranmış xanlıqdır. Naxçıvan yerləşirdi Zəngəzur, o hissələrdən, Dərələyəzdən daha doğrusu Araz sayına qədər olan hissələr. Yəni, müasir ki, Naxçıvan kimi deyək ki, Kəngərli tayfasından olan Heydər Qulu xan yaratmışdı Naxçıvan xanlığını, özü 47-63-cü illərdə hakimiyyətdə olmuşdur. Uşaqlar, Naxçıvan xanlığı demişdik ki, həm Qızılqaya xəyanətinin iştirakçısıdır, həm də Şiraz qonaqlığının iştirakçısıdır. Qarabağ, Naxçıvan bu üçü hər ikisində var. Rusiyanın hücumunu dəf edən Mehdidir. İrəvanlara, yox, Məhəmməd Hüseyin xan. Məhəmməd Hüseyin. Zəng bitsin. O şeydir, soyuqdan istifadə edir. O soyuq. Zəngi gözlər. Benim hafızasım zaten. Dalışım ya. Gel dalışım ya. Hə. Uşaqlar, Naxçıvan xanlığının qulaq asın. Naxçıvan xanlığının tarixi 2 hissəyə bölünür. 47-97 və 97-dən 1827-ci illərə qədər. 47-97-ci ildə
biraz müstəqillik, biraz asıllıq dövrüdür. Ancaq 97-dən 1827-ci ilə qədər isə konkret olaraq Qacar dövlətindən asılı olduğu dövrdür. Naxçıvan xanlığı dedik, həm Qızılqaya xələtində, həm Şiraz qonaqlığında iştirak etmişdir. Bu, həm də ki, Naxçıvan xanlığı uşaqlar həm Qarabağdan asılı olmuşdur, həm Xoy xanlığından asılı olmuşdur bir müddət və digər xanlıqlardan müəyyən müddətdə asılı olmuşdur. Heydərqulu xandan sonra Hacı xan olmuş hakimiyyətdən və sonra da Kəlbəli xan. Kəlbəli xanı əvvəlki kitablarda deyirdik ki, gözləri çıxarılmışdı Kəlbəli xanı. Çünki həbsdə olmuş. 1787-1827-ci illərdə Kəlbəli xan olub hakimiyyətdə və Naxçıvan ümumiyyətlə Naxçıvan xanlığı 1827-ci ildə Rusiya tərəfindən işğal edilmişdir. Ona kimi Qacarlar dövlətindən asılı halda olmuşdur. Kiçik xanlıqdır. Şamaxı xanlığı. Uşaqlar, testdə bizdən xanlıqlara aid nə soruşur? Deyir ki, iki hakimiyyətliyin mövcud olduğu xanlıqlar hansılardır? Deyəcəyik, birincisi Şamaxı, ikincisi isə Gəncə. Şamaxı xanlığında iki hakimiyyətlik ona görə olmuşdur ki, biz dedik ki, 34-cü ildə Nadir gəlir Şamaxıya, Şamaxıya əsəbləşir Şamaxı əhalisinə ki, bəs burada Osmanlıya qarşı üsyan qaldırmamışsınız. Niyə? Əsəbləşir, Şamaxını dağıdır, əhalini köçürür Ağsuya, yəni Yeni Şamaxıya. Ona görə də Nadir ölən zaman Şamaxının iki dənə mərkəzi var idi. Köhnə Şamaxı və Yeni Şamaxı. Sərkarlar sülaləsindən olan Hacı Məhəmməd Səid və ağası qardaşları adlı iki qardaş Köhnə Şamaxıdaydı. Hacı Məhəmməd Əli xan da Ağsuda, yəni Yeni Şamaxıdaydı. 47-63-cü illərdə onlar arasında mübarizə gedir. 63-cü ildə Məhəmməd Səid xan qalib gəlir və bütün Şamaxını birləşdirir. 63-cü ildə. 65-ci ildə Quba mövzusundan keçmişik. Quba və Şamaxı xanlıqları müqavilə bağlayırlar, öz aralarında razılaşırlar daha doğrusu. Razılaşmaya görə Şamaxı Qubaya xərac edəcəkdir. Bunun qarşılığında da Quba Şamaxını qorumalı idi. 67-68-ci illər Quba tərəfindən işğaldır, bunu bilirsiniz. 67-ci ildə Quba ilə Şəki öz arasında böldü Şamaxını. 68-də də Quba tamamilə Şamaxını işğal etdi. 89-cu ilə qədər Qubadan asılı olur. Niyə 89? Çünki 89-cu ildə kim ölür? Qubalı Fətəli xan ölür. Ona görə 89-a qədər asılı dövrüdür. 89-92 xanlıqda mübarizə gedir hakimiyyət uğrunda. Və 1792-ci ildən 1806-ya qədər Mustafa xan Şamaxını idarə edir. 95-97 Ağa Məhəmməd əvvəlcə xan, sonra Şah Qacarın hücumudur. Şamaxı xanlığı da Qacarın hakimiyyətini qəbul etmişdir. Və 1805-ci ildə isə Qarabağ xanlığı Rusiyanın himayəsinə keçməklə bağlı Kürəkçay müqaviləsini imzalayan zaman Şamaxı xanlığı da məcbur qalıb imzalayır və Rusiyanın himayəsinə keçir. Xanlıq 1820-ci ildə ləğv edilərək ərazisində yenə də komendant idarə üsulu yaradılmış olur. Belə uşaqlar, 3 dənə çox da böyük olmayan kiçik xanlıqlardır.